Salam. Bugün qorxu haqqında danışmaq istəyirəm və düşünürəm ki, bunu silsilə videolar şəklinə salım. Çünki mövzu çox önəmlidir və çox əhatəlidir. Bir video ilə bəlkə də tam fikrimi ifadə edib çatdıra bilmərəm. Məncə qorxu məsələsi özünü dərkin nəinki ən önəmli məsələsidir. Məncə onun əsasıdır. Yəni qorxudan əsas bəlkə də heç nə yoxdur. Çünki biz yalnız qorxularımızı görəndən sonra, qorxularımızı dərk edəndən sonra özünü dərkdə əhəmiyyətli yol qət etmiş oluruq və o hər kəsin əslində həsrətlə gözlədiyi, intizarla gözlədiyi o, yəni qeyri-şüuri, qeyri-iradi gözlədiyi o daxili rahatlığı, huzuru nəhayət ki tapmış oluruq. Yəni bu bilavasitə qorxu ilə bağlıdır. Bu yaxınlarda mən Facebookda da belə bir post paylaşmışdım. Dəqiq yadımda deyil konkret olaraq necə ifadə eləmişdim, amma təxmini demək istədiyim o idi ki, bizim bütün bədbəxtliklərimizin səbəbi qorxudur. Bu biraz mübahisəyə səbəb olmuşdu. O etiraz edilmişdi ki, necə hər şeyi qorxuya bağlamaq olar? Bizim bədbəxtlik səbəblərimiz çoxdur. Nə bilim, tənhalıq var, xəstəlik var, itkilər var, kədər var və s. Mən də izah eləməyə çalışmışdım ki, nə dərəcədə inandıra bilmişdim qarşı tərəfi bilmirəm, amma izah eləmişdim ki, bunların hamısının kökündə yenə də qorxu dayanır. Nədir bu qorxu? Biraz insanın ümumiyyətlə fəlsəfəsini açmağa çalışsaq, ən azı mən öz dünya görüşümdən bunu necə görürəm, belə deyə bilərik də, insan doğulur və hər şeyi unutmuş şəkildə doğulur. Yəni biz ümumiyyətlə bir varlıq olaraq, insan varlığı olaraq biz öz mənbəyimizi, hardan gəldiyimizi, kim olduğumuzu unutmuş varlıqlarıq. Və bütün bu həyat deyilən şey, həyat prosesi əslində bu unudulan şeyin xatırlama prosesidir. Yəni özünü dərk dediyimiz şey əslində yoxdan var edilən bir şey deyil. Sadəcə unudulmuş bir şeyi xatırlama prosesidir. Özünü dərk budur. Və biz öz mənbəyimizdən ayrı düşdüyümüz üçün bizim bir bəşəri ağrımız var. Bizim bir bəşəri boşluğumuz var. Biz çünki kim olduğumuzu bilmirik. Biz burada başımızı itirmiş vəziyyətdəyik. Yəni bizim əslində normal özünü dərki hələ çatmamış insanın bu həyatdakı yaşayış dediyimiz şey əslində özünü itirmiş, başını itirmiş bir varlığın vurnuxmasıdır. Yəni biraz belə yuxarıdan, biraz belə miqyaslı baxsaq, görərik ki, burada sadəcə başını itirmiş, kim olduğunu bilməyən, öz mənbəyindən ayrı düşmüş, tək qalmış, tənha qalmış varlığın vurnuxmasıdır bütün bu yaşayış deyilən şey. Yəni bu unutqanlıq bizə ağrı verir. Bu bizdə bəşəri ağrıdır. Daim biz bu ağrı ilə yaşayırıq. Bütün bayaq dediyim o bədbəxtliklərimizin hamısının səbəbi bu ağrı ilə bağlıdır. Və indi gəlirik qorxuya. Bu ağrı olduğuna görə biz kim olduğumuzu bilmirik, tənhayıq və bunun ağrısı var deyə biz bu ağrını
necə deyirlər, ağrımasını istəmirik. Biz istəyirik o ağrı sussun və bizim bütünlükdə həyatımız, bütün yaşayışımız o ağrının susturulmasına, bastırılmasına yönəlir. Bizim bütün həyatda elədiklərimiz, bütün o hər zaman danışdığımız qaçışlar və s. o ağrı ağrımasın deyədir. Bütün o həzz axtarışlarımız, heç cürə doymamağımız, heç cürə rahatlamamağımız hamısı bununla bağlıdır ki, biz o ağrının ağrımasını istəmirik. Bu ağrı var, biz bunu dana bilmərik, inkar edə bilmərik. Çünki biz ayrı düşmüşük öz bütövümüzdən. Bütövün bir parçası əzab çəkməlidir, başqa cür mümkün deyil. Yəni. Bir bütünün bir parçasını götürmüsən, atmısan başqa bir yerə. O öz bütünündən ayrılıb, hardan gəldiyini bilmir, nə etdiyini bilmir, nə üçün yaşadığını bilmir, nə baş verdiyini bilmir ümumiyyətlə. Cürbəcür özünə mənalar tapmağa çalışır və o içindəki ağrını, labüd olan ağrını bastırmaq üçün, susturmaq üçün hər yola əl atır. Bax, o qaçdığımız şeylər var. Bax, onlar bizim qorxularımızdır. Qorxu dediyimiz şey, bax, həmin ağrı ilə bağlıdır. Biz ağrının oyanmasına səbəb olan hər şeydən, səbəb ola biləcək hər şeydən qorxuruq. Bax, qorxunun tərifi. Biz ağrının oyanmasına səbəb ola biləcək hər şeydən nə edirik? Qorxuruq. Mənim gördüyüm budur. Mənim bugünə qədər anladığım budur. Və mənim həyatım nə zaman dəyişdi? O zaman ki, mən gördüm ki, mən bütün həyatımı qorxularla keçirmişim. Sən demə, mənim bütün həyatım, xüsusilə 33 yaşına qədər olan, bütün həyatım qorxuyla keçib. Yəni. Qorxular qovub, mən qaçmışam. Onlar qovub, mən qaçmışam. Və nə üçün? Nə üçün onlar belə bədheybət göz şeyindədir bizim gözümüzdə? Çünki ağrını ağrıdacaq. Biz bax, hər cür qalxanla başım fırlandı. Biz hər şey edirik, tək ki o ağrı sussun. Əslində, şuuraltı özümüz də bilirik ki, bundan qaçış yoxdur. Biz qaçırıq və bilirik ki, biz hardasa gedib dalana dirənəcəyik. Yəni, bunu belə şuuraltımızda hiss edirik. Yəni, bu şuurlu şəkildə heç vaxt bunu düşünmürük. Amma hər kəsin bir intuitiv duyğusu var da. Hər kəs intuisiyası ilə bilir ki, bunun xilası yoxdur da. Yəni, bu xilas yolu deyil, bu qaçış yoludur. Bunu əslində hər kəs özü hiss edir. Amma buna baxmayaraq, mümkün qədər biz onu uzatmağa çalışırıq. Yəni. Eybi yox, tək indi olmasın, tək indi ağrımasın. Qoy bu dəfə də olmasın, bu dəfə də olmasın. Və buna görə biz belə həzz, istirab növbələşməsindən ibarət bir sansara deyilən bir şeyin içində belə dövr etməyə, fırlanmağa, vurnuxmağa davam edirik. Yəni, yenə təkrar edirəm, bizim bəşəri ağrımız var. Çünki biz öz mənbəyimizdən ayrı düşmüşük.
və o ağrının ağrımaması üçün biz hər şeyi edirik və o ağrının oyanmasına səbəb ola biləcək hər şeyə nə deyirik? Qorxu deyirik. Bunlar bizim qorxularımızdır. Qorxular çoxdur, müxtəlifdir. Amma qorxunun bir təbiəti var. Və birini sən görəndən sonra, yəni biri ilə kontakta girəndən sonra sözün həqiqi mənasında biz çünki çox vaxt qorxu ilə kontakta girmirik. Biz qorxu ilə üzləşmirik. Biz qorxudan qaçırıq adətən. Amma biri ilə ki üzləşdin, birinin ki təbiətini gördün, birinin ki səndən əslində böyük olmadığını gördün, bax ondan sonra artıq qorxularına doğru özün getməyə başlayırsan. Artıq bu proses biraz da sənin üçün maraqlı, əyləncəli bir prosesə çevrilir. Özün maraqlı olursan ki, bax bu qorxumu necə öhdəsindən gəldim, qoy növbətisinin də öhdəsindən gəlim. Hətta burada öhdəsindən gəlmə məsələsi də yoxdur. Çünki sən orada nə görürsən? Sən bu günə qədər sən qorxudan qaçırsan da. Hesab edirsən ki, qorxu səni udacaq, səni parçalayacaq. Qorxu böyükdür. Qorxu nəhəngdir. Sən onun öhdəsindən gələ bilməzsən. Səndə həmişə bu təəssürat var da. Amma o bir qorxu ilə üzləşəndən sonra nə baş verir? Sən görürsən ki, heç də elə deyilmiş. Sən demə, mən qorxudan böyükmüşəm. Sən demə, qorxu kiçikmiş, çox kiçikmiş. Sən bunu çox aydın görürsən. Ondan sonra, təbii ki, bu birdən-birə sən bütün qorxuların öhdəsindən gələ bilmirsən. Bu zaman alır. İnsanlar 10 illərlə bunun öhdəsindən və bu proses 10 illərlə davam edə bilər. Amma önəmli olan bir dəfə bunu görməkdir. Yəni, bax, o qorxu ilə ki, kontakta girirsən, bax, o hərəkət ki var, orada bir hərəkət, hər zaman dediyimiz hərəkət, əməl. Bax, o əməli artıq dövrəyə salandan sonra sən orada görürsən ki, qorxu bloklanır sadəcə. Bloklanır. Bu yaxında yaxşı bir söz oxumuşdum, deyir. Qorxular hərəkəti blokladığı kimi, hərəkət də qorxunu bloklayır. Yəni, biz hərəkət etmirik. Demək olar ki, yaşamırıq da. Qorxular çünki bizi özümüz kimi, olduğumuz kimi tam şəkildə yaşamağa qoymur. Və o qorxular bizim hərəkətimizi bloklayır. Bizim bütün yaşantımızı bloklayır. Amma hərəkət də əslində qorxunu bloklayır. Burada məsələ sadəcə sənin seçimindir, sənin bir cəsarətli addımındır. Yəni, bir dəfə girməlisən ora və görməlisən. Mən həmişə bir misal çəkirəm, deyirəm, sən elə gəlir ki, qorxu bir oddur. Od yanır və sən ora girəcəksən və o səni yandıracaq. Bizdə belə təəssürat var da, ona görə biz qorxudan qaçırıq. Çünki hesab edirik ki, o bizi yandıracaq. Amma əslində nədir? Əslində necədir? Əslində sən o qorxuya girəndə, odun içinə girdiyin anda görürsən ki, əslində bu yandıran bir şey deyil, yandıran od deyil. Bu təmizləyən oddur. Yəni, sadəcə sənin qorxunu təmizləyir. O əslində özünü yox edir. Qorxudan xilas olmaq istəyirsənsə, qorxunun içinə girməlisən. Qorxudla üzləşməlisən. Qorxudan qorxmamalısan sadəcə olaraq. Sadəcə qorxmamalısan. Sadəcə cəsarət. Əslində heç nə eləmək lazım deyil. Sadəcə içində bir cəsarət əmələ gətirirsən. Bax, mən qorxmuram. Və qorxu da durub da orada. Problem o zaman yaranır ki, biz bax belə qorxuruq, qaçırıq, gizlənirik qorxudan. Sadəcə bunu eləmirsən. Sadəcə açıq olursan. Həyatla açıq olursan. İstənilən bir situasiya, nə ağlınıza gələ biləcək, nə varsa, ümumiyyətlə, içinizdə hər hansı bir diskomfort varsa,
Fərqi yoxdur. Gündəlik rutin, məişət yaşantınızda ən kiçicik bir diskomfort, narahatlıq varsa, deməli orada bir qorxu var. Orada bir qorxu dayanıb orada. Qapının ağzında bir qorxu var. Başqa açıqlaması yoxdur. Və elə etməli olduğunuz nədir? O qorxuya açıq olmaq. Bağlamamaq. O ürəyinizin qapılarını bağlamamaq. Açıq olursan və gəl mənə nə inirsən elə. Bax, bu şeyə girirsiniz. Bu vəziyyətə gətirirsiniz özünüzü. Mən səndən qorxmuram. Gəl mənə nə inirsən elə. Yəni, nə ineyə bilərsən ki sən mənə? Ən pisini düşünün, ən pis nəticəni düşünün. Hansısa bir qorxu. Yəni, nə bilim, ən primitiv. Səhər tutaq ki, harasa bir iş görüşməsinə getməlisiniz. Həyəcanlısınız, qorxursuz ki, necə olacaq? Ən pisini düşünün. Ən pis variant nə ola bilər? Sizi işə götürməyəcəklər. Sonra yəni, ən pis variantı düşünüb, məsələn, gecə yatırsınızsa, ən pis variantı düşünün, yatın. Və ola bilsin, sabah ilə məhz sizi işə götürsünlər. Belə şeylər çox olur. Mən öz təcrübəmdə belə şeylər çox yaşamışım. Bax, o güvənmək deyirəm, hər zaman güvənmək, həyata güvənmək. Güvənmək nədir? Güvənmək qorxmağın antonimidir. Yəni, o mənada işlədir. Qorxmamaq. Bir qorxu gəldi, güvənirsən. Başqa bir qorxu gəlir, güvənirsən. Qorxunu da haradan anlayırıq? İçimizdəki narahatlıqdan. Narahatlıq gəldi, diskomfort gəldi, güvənirsən. Yenə bir narahatlıq, yenə güvənirsən. Elə bir knopkanı basırsan, orada bir güvənmə knopkası var səndə. Onu basırsan, davam edirsən. Və belə bir də baxırsan ki, səndə ümumiyyətlə o həyəcan, o diskomfort gəlmir. Gəlmir ümumiyyətlə. Həyatında necə bir ən belə ekstremal, ən faciəvi hadisələr olsun. Hamısına açıqsan, yəni. Nə olacaqsa olacaq, nə olmalısa o da olacaq. Sən qorxmalı bir şeyin yoxdur. Sən qorxunun təbiətini görürsən. Görürsən ki, bax, sən əslində buradasan, qorxu buradadır. Bunu görürsən. Əvvəl belə idi. Əvvəl qorxu buradaydı, sən burada. Və sən mümkün qədər ondan ümumiyyətlə qaçırdın. İndi isə gəlib dayanırsan sən burada və bütün qorxuların səndən aşağıdadır və səni artıq düşündürmür ki, yəni burada nə var, nə yoxdur, bu bura gəlib çıxacaqmı? Lap gəlsin bura, yenə biləcəksən ki, sən ondan yuxarıdasın. Sən bunu bir dəfə görürsən. Bir dəfə bir qorxuyla görürsən. İkinci qorxuyla bu daha da möhkəmlənir. Üçüncüdə daha da möhkəmlənir və yavaş-yavaş sən baxırsan ki, ümumiyyətlə qorxu qalmayıb sənin həyatında. Bax, o gün fondan danışırdım, fon rahatlığı. Bax, o da belə qorxularla əlaqəlidir. Sən bütün qorxulardan böyük olduğunu anlayandan sonra o fon necə dəyişə bilər? Sən kim olduğunu bir dəfə başa düşürsən, o sonra necə dəyişə bilər? Sən öz mənbəyinə qovuşandan sonra artıq o ağrı dediyimiz o bəşəri ağrı artıq tamamilə sağalandan sonra başa düşürsünüz bu nə deməkdir? Yəni, o gün mənə yenə etiraz eləmişdilər. YouTube'da rəy yazmışdılar ki, sabah sənin başına elə bir hadisə gələ bilər ki, o fon darmadağın olar. Ola bilməz. Fon darmadağın ola bilməz. Siz demək ki, fon anlayışını ümumiyyətlə başa düşmürsünüz ki, fon nə deməkdir? Fon anlama ilə bağlıdır. Sən bir şeyi bir dəfə anlayırsan, sonra necə unuda bilərsən? Yəni, bir şeyi bir dəfə anladın, sən bilirsən ki, pişik nədir, düzdürmü? Pişik nədir? Bunu unuda bilərsən.
Sən yalnız nə bilim özündən getsən, ağlın başında olmasa, səndən soruşsalar ki, pişik nədir, sən bilməzsən. Amma yerdə qalan bütün hallarda sən pişiyin nə olduğunu bilirsən. Bunu unutman mümkündür. Yəni belə bir biliksizliyə qayıtmaq mümkündür. Və yaxud sən bilirsən ki, gecə gündüz var. Sən bilirsən ki, günəş şərqdə doğur, qərbdə batır. Sən bilirsən ki, fəsillər var. Bu cür bilikləri sən unutman mümkündür. Bu da elə bir bilikdir. Sən bunu bir dəfə görürsən. Və salam, ondan sonra unutmaq necə mümkün olsun? Yəni, necə o fon darmadağın ola bilər? Nə faciə yaşayırsan, yaşa, sən sarsılacaqsan, kədərlənəcəksən, bunlar ayrı şeylərdir. Sən canlı insansan, bunları yaşayacaqsın, amma fona heç nə olmur. Sən bilirsən ki, bu ağrı, bu kədərdir, səni udmayacaq, səni məhv etməyəcək. Sən bunların hamısından yuxarıdasan, hamısından böyüksən. Hər şeyin təbiətini görəndən sonra fon dağıla bilməz. Dağılan fona aidiyyatı yoxdur ümumiyyətlə. Fon ya olur, ya da olmur. Yəni, dağılırsa deməli fon deyilmiş ümumiyyətlə. Belə, qorxu həmişə bilinməzliklə bağlı olur. Qorxu məchulluqla bağlı olur. İnsan bilmədiyindən qorxur. Bildiyimiz şeydən biz qorxmuruq. Və bilmək üçün də nə edirik? Sadəcə təcrübə. Sadəcə o qorxu dediyimiz şeylə təmas. O yeniliklə, o qeyri-müəyyənliklə təmas. Təmasa girirsən, öyrənirsən və salam. Adidir, fiziki qorxularla da belədir. Bir həyətə girirsən, görürsən orada nəsə bir bəd it var. Qorxursan, ehtiyat eləyirsən. Sonra bir dəfə də gedirsən ora. Yavaş-yavaş artıq ikinci, üçüncü dəfə gedəndə görürsən ki, it elə də bəd deyilmiş. Artıq sənə hürmür. Və günlərin bir günü ümumiyyətlə heç qapını döyməmiş, qapını rahatca açıb girə bilirsən içəri. Bu nə ilə oldu? Bu təcrübə ilə oldu. Bu sən təmas etdin. Sən o itlə kontakta girdin. Yəni hər şey belədir. Həyatda istədiyiniz bir qorxunu qoyun qabağınıza. Dünən qorxub, bugün qorxmadığınız o qədər şey var ki. Bax, bütün bu psixoloji qorxular da bu cürdür. Hamısı, inanın ki, hamısının təbiəti eynidir. Bugün bax, sizi qorxudan şeylərin hamısına sadəcə bir təmasa girməlisiniz və görəcəksiniz ki, orada qorxulu heç nə yox olmuş. O məşhur pritçada deyildiyi kimi. Yəni, sən onu indi ilan kimi görürsən, amma yaxınlaşanda görürsən ki, o sadəcə ipdir. Uzaqdan sənə ilan kimi görünür. Və bunun üçün nə etmək lazım? Sadəcə yaxınlaşmaq lazımdır. Belə, bugünlük bu qədər, davamı olacaq.